Azərbaycan son zamanlar ən yüksək səviyyədə, birinci şahs səviyyəsində deyək ki, biz artıq qeyri-neft sektoru deyilik, bizim başqa məhsullarımız var, ixraclarımız var, lap yaxşı, biz buna sevinirik. Amma Azərbaycan həm də əsasən neftdən, qazdan sonra nə ilə tanınır ən azı postsovet məkanında? Yəni, öz tərəvəzi ilə, öz meyvələri ilə, öz güllərlə, məsələn, biz pomidorumuzdan, yumurtamızdan, güllərimizdən tutaraq biz ixrac edirik. Sovetin vaxtında bunu ən azı Rusiya ixrac etmişik. Amma indi belə marketləri gəzəndə adam qiymətlərə baxanda, məsəl üçün, pomidor ixrac edən ölkədə pomidorun kilosu 4 manat. Yəni, buna nə adı vermək olar? Və yaxud da Rusiyanın yumurta böhranından qutaran ölkədə yumurta Rusiyadan daha bahadır qiyməti. Bu necə olur? Hələ mən demirəm, neft satan ölkə benzini Gürcüstana daha ucuzuna satırıq, nəinki öz ölkəmizə. Yəni, bu bilirsiniz nəyə oxşayır? İmkanlı bir adamdır, öz ailəsinə baxmır, amma kənardan cömərd görsənə, bu pul xərcləyən olur. Halbuki ailəsi isə günorta yuxudan acdır. Yəni, bizim də dövlət ona bənzir. Biz kənardan cömərdik. Belarus bizdən nəsə istəyir, biz ona saat göndəririk ona, qaz, qurbandır. Gürcüstan benzin, qurbandır. Rusiya yumurta, qurbandır. Yəni, hamısı belə cömərd oğlan kimi görsənirik belə. Amma daxildə özümüz, öz əhalimiz isə bahalıqdan, problemlərdən artıq birazdan başına hava gələcək. Yəni, bu belə olmur. Yaxşı olan birinci, cömərd olan birinci öz ailəsinə baxmalıdır. Sonra artıq kənardan onu cömərd deyə bilinməli. Yoxsa kənardan nə qədər cömərd görünsə, axırda bilinəcək ki, onun ailəsi günorta yuxudan acdırır, onu artıq ona cömərd kimi kənardan da baxmayacaqlar. Yəni, biz də yaxşı oğlan olaq, yaxşı dövlət olaq, yaxşı hakimiyyət olaq, öz əhalimizə baxaq. Yəni, olmaz belə. Benzin olan ölkədə benzinin qiyməti Gürcüstanda satdığımız, verdiyimiz benzindən baha olmamalıdır. Pomidorun qiyməti, yumurtanın qiyməti Rusiya satdığımız pomidordan, yumurtadan baha olmamalıdır. Eynən də digər məhsul olacaq. Zaten qeyri-neft sektoru deyəndə çox az məhsul ixrac edirik, amma yenə də nə varsa birinci öz ailəmizə, öz xalqımıza ailəmizə olar. Dövlətin ailəsi xalqıdır. Dövlət birinci xalqına baxmalı, sonra artıq başqa dövlətlərin yanında belə cömərd olaraq görsənə bilər. Amma ailəsi artıq imtiyazlı şəkildə yaşayandan sonra əsl cömərdlik, əsl yaxşılıq budur.